Kişi daxmasına qayıdır. Qapını açan kimi arvadı başlayır kişiyə döşəməyə. Haralardasan sən? Bayaqdan qapı qulpunu elə billər tövqət edib dəmirməyə çalışıram. Dur bir şey. Yox, tutmadım. Bir dənə qızıl balıq tutmuşdum. Dedi 3 dənə arzumu reallaşdırarsan, mən də bu xahişinlə buraxdım, kayəsini yığılmış, nəyə getdim? Nə? Səni lənətə gələsən, başın xarab olub. Aman tanrım. Nə oldu? Birdən dublaj dilinə keçdi. Çoxdan səhvlər qarışdı. Sən o nətər buraxa bilərsəni? Mən sən yer olsaydım onun yerine iPhone maşın zad aldırmışdım. Qayıt, get də arvadım airfryer istəyir. O qonşumuz qulpda bütün günü story atır onu. Mən də ata bunu açıq verəcəm. Yaxşı, anqırma, mumla, gedirəm. Kişi körpeşman iki barmaq qabağa gölünə qayıdır və Mən deyir. nə deyəcəkdim? Lambart gülü. Az, nə atmısan səsini başına? Lambart gülü. Bir dəfə dedim başa düşdük də. Ne bileyim arvadım dedi airfryer'di, dürfererdi, ne böyle bir şey var. Ondan istəyir. Arvadımla story atır, minirlər. Onu təşkil edə mənə. Pulcuqlarım qızıldan, kürüm ən bahalısından. Bu kasıba bir dənə göndərsin airfryer korobkasından. Kişi xoşbəxt şəkildə balığa öpücük göndərib qayıdır evinə. Arvad oldu, adı attım, hamısı partladı. Get şeydənə, arvadım körün qırağından 3 mərtəbəli villa istəyir. Get dinə həll eləsin. Onsuz 3 dənə deyir, birinin bir ikisi qaldı. Tezlə. Kişi ay Allah mənə çəkican elə deyib qayıdır iki barmaq gölünə arvadın sifarişini balığa çatdırır. Balıq isə deyir. Ay kişi, sən xəbərin var ki, evlərin qiymətindən. İpotekayı götürsəm heç ömrüm çatmaz onu ödəməyə. Nəysə, sözümüz sözdür.